2025-ci ilin yanvar, fevral və mart ayları ərzində sosial xarakterli ödənişlərdən ibarət 80 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyənləşib. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb. Bəs bunun arxasında hansı səbəb dayanır? Zeynəb Nadirova qurum rəsmisi ilə birgə bizə çatdıracaq. Zeynəb, hər vaxtın xeyir olsun. Bir daha salam Çinarə, efirimizin növbəti saatında yenidən salamlayıram sizi. Bəli, ilkin detalı siz vurğuladınız. Elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti araşdırma aparıb vətəndaşların müraciətləri əsasında və bu ilin həm yanvar, fevral, eyni zamanda mart aylarında aşkarlanıb ki, 80 min manatdan çox vəsaitin işə götürülənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilib və eyni zamanda digər bir informasiya var ki, 17 şəxs də qanunsuz şəkildə işdən çıxarılıb. Düzdür, artıq onların işləri bərpa olunub. Amma daha detallı şəkildə məlumatları çatdırmaq istəyirik. Elə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osman qızı yanımdadır. Elə bütün məlumatlar da ondadır. Aynur xanım, eşidək sizi. Salamlayıram sizi, təşəkkür edirəm. Bildirim ki, 2025-ci ilin birinci rübü ərzində, yəni siz qeyd elədiniz, yanvar, fevral, mart ayları ərzində Dövlət Əmək Müfəttişliyi Xidmətində vətəndaş müraciətləri araşdırarkən məlum olub ki, 80 min manatdan çox sosial xarakterli ödənişin işə götürənlər tərəfindən işçilərə ödənilməsi gecikdirilib və görülən tədbirlər nəticəsində həmin vəsaitin işçilərə ödənilməsi artıq təmin edilib. Və məlumat üçün bildirim ki, həmin vəsaitin 93% əmək haqlarından ibarət olub, digər hissəsi isə kompensasiya, müavinatlar və zərərə görə ödənişlərdən ibarət olub. Və digər məlumatı siz bildirdiniz, onu da əlavə edim ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin hesabat dövründə apardığı vətəndaş müraciətləri əsasında apardığı araşdırma nəticəsində məlum olub ki, 17 nəfər işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilib və görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki işlərinə bərpa olunması təmin edilib və onu da bildirim ki, biz ümumiyyətlə əmək hüquqları pozulan şəxslərə, əmək hüquqları ilə bağlı məlumat almaq istəyən şəxslərə bildirmək istəyirik ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət eləmək üçün 142 çağrı mərkəzinə müraciət edə bilərlər, Dost Agentliyinin xidmətlərinə, Dost xidmətlərinə yaxınlaşa bilərlər və həmçinin bizə e-mail vasitəsilə, poçt vasitəsilə, sosial şəbəkələr vasitəsilə müraciət edə bilərlər və bütün müraciətlərə operativ olaraq baxırıq. Təşəkkür edirəm məlumatlar üçün və yerinə düşdü ki, elə hansı formada müraciət eləyə bilərlər belə vəziyyətdən əziyyət çəkən vətəndaşlar elə 142 çağrı mərkəzinə və eyni zamanda digər formada müraciətlərini ünvanlaya bilərlər ki, belə hallarla qarşılaşırlarsa, elə Dövlət Əmək Müfəttişliyi Xidməti onların da problemlərini həll etmiş olsun. Bəli, Çinarə, informasiyamız bundan ibarət idi. Söz yenidən sizdə.